Deməli, 181-də deyir, sxemə əsasən okean səviyyəsində hansı yüksəklikdə havanın temperaturu mənfi dərəcə olacağını müəyyən edin. Deməli, burada görsəm nə yazıb? T üstə gələ 20 dərəcə. 20 dərəcədən biz nəyə çıxmalıyıq? Mənfi 4-ü. Doğru. Ay soğuk. 724. O derece 24. Təzən 24-ü 6-ya bölürük. Çünki hər 1000 metr 6 dərəcə düşür. Bəli, bəli. O da eləyir 4000. 4000. Söz Canım o. olur. Cavab. 81'də A bəndi. Qızlar kim başa Mən, düşürsə desin. mən geç gördüm. Geç qoşuldum. Bir dəqiqə. Bir dəqiqə maşallah hazır. Hı. Deməli, burada görürsünüzmü? T'də deyir müsbət 20 dərəcədir. Yüksəklikdə havanın temperaturu mənfi 4-dür. Mənfi 4-dən çıxarsan, müsbət 20-ni. O deyəcək, bilirsən də, mənfilər müsbətə çevrilir. 24 edir. Bizim də coğrafi qanun uyğunluğumuz vardı ki, 1000 metrə temperatur 6 dərəcə dəyişirdi. 1000 metrə 6 dərəcədirsə, x metrə 24 dərəcə. Yəni 24-ü vuracam 1000-ə, böləcəm 6-ya. O deyəcək 4000 metr. Cavabımız olur A bəndə. 182-ci suala baxsaq, deyir, dağın ətəyində 1000 metr hündürlükdə atmosfer təzyiqi 660 mm civə sütundur. Demək, uşaqlar, dağın ətəyidir. Dağın ətəyi. 1000 metrdə hündürlükdə atmosfer təzyiqi 660-dır. Deməli, bura 1000 metrdir. Təzyiq də ki 660-dır. Nisbi hündürlüyü 4000 metr olan bu dağın zirvəsindəki atmosfer təzyiqini və dağın mütləq hündürlüyünü hesablayın. Deməli, biz dağın mütləq hündürlüyünü tapanda 1000 metrin üzərinə 4000-i gələsən. Çünki nisbi hündürlüyün 4000-dir. 1000 üstünə 4000-i gəlsən, eləyəcək 5000 metr. Demək, mütləq hündürlüyü nə qədər imiş dağın? 5000 metr. İndi sən təzyiqi tapmaq üçün, yəni 400 metr nisbi hündürlük boyunca baş verən təzyiqin azalmasını tapmaq üçün eləyəcəksən. 4000 metri millimetrə çevirəndə eləyir 400 millimetr civə sütunu. Deməli, 660 millimetr civə sütunundan çıxarsan 400 millimetr civə sütunu. O deyəcək 260 millimetr civə sütunu. Yəni, cavabımız olacaq 5000 metrlə 260 millimetr civə sütunu. Sualın var? Görsənmirəm amma. Qiymətlərəm. Nəyin qiymət görsəm? Cavablar. Hə, Cavablar deyirəm. cavabı deyirsən? Cavablar baxaq da. Nasıl tapmışıq? Deyək, 260 millimetr civə sütunu 500 metr. 182-də cavabımız olacaq A bəndi. 183-ə baxaq. Temperatur müsbət 20 dərəcə olan 1 metr kub havada mütləq hündürlük 10,2 qramdır. Havanın doyması üçün 17 qram su buxarı tələb oldu. Nəzərə alaraq havanın nisbi rütubətliyini hesablayın. Uşaqlar, havanın nisbi rütubətliyi nə ilə hesablanırdı? Faizlərlə. Mütləq rütubətimiz isə qramlarla hesablanırdı. Əgər bir ərazidə nisbi rütubətlik çoxdursa, demək həmin ərazi necə ərazidir? Yağıntılı ərazidir. Yəni nisbi rütubətlə yağıntı bir-birinə düz mütənasibdir. Yəni əgər yağıntı çoxdursa, nisbi rütubət də çoxdur. Deməli, nisbi rütubətlikdə nə edirik? Deməli, nisbi rütubətliyin düsturunu biz əvvəlcə bilməliyik ki, mütləq rütubətliyi bölürük havanın doyması üçün lazım olan su buxarına. Və onu da vuruq nəyə? 100%-ə. İndi bizə deyir ki, faktiki mövcud olan rütubət 10,2-dir. Yəni mütləq rütubətlik 10,2-dir. Havanın doyması üçün lazım olan maksimum miqdar isə 17 qramdır. Bax, bayaq düstur dedim də, mütləq nisbi rütubətliyin düsturu mütləq rütubətlik bölünsün havanın doyması üçün lazım olan su buxarına. Və vuracaqsan 100-ə. Yəni 10,2-ni böləsən 17-yə, vurasan 100-ə. O da eləyir neçə faiz? 60%. Aydındır. Düsturu kim yazmaq istəyirsə yazsın. Nisbi rütubətliyin düsturudur. Yazırsınız deyin. Və yazdınız. Niyə mən yazmamışam? Yazın. Onda deyirəm yazın.
Nisbi Aha. rütubətlik faizlərlə ifadə olunur uşaqlar. Nisbi rütubətlik bərabərdir. Nisbi rütubətlik bərabərdir. Hı hı. Mütləq rütubətlik bölünsün doyma həddinə. Yəni ki, havanın doyma həddinə. Burası 100-ə. Nisbi rütubətlik bərabərdir. Mütləq rütubətlik bölünsün doyma həddi vurulsun 100%. Bu qədər. Yəni biz burada neynədik? 10,2-ni böldük 17-yə vurduq 100-ə. 103-də cavabımız nə olacaq bizim? B variantı. Keçirəm digər sualımıza 104-ə. Burada deyir ki, müsbət 10 dərəcə temperaturda doyma həddi 9 qram su buxarı lazımdır. Havanın nisbi rütubətliyi 50%-dirsə, indi səndən nə soruşur? Çatışmayan su buxarını. Faktiki və doyma üçün çatışmayan su buxarının miqdarını soruşur. İndi biz burada, yəni faktiki su buxarı uşaqlar mütləq rütubətlikdir. Yadınızda saxlayın. Mütləq rütubətlik nədir? Faktiki su buxarı. Bir yerə qeyd edin. Sonra qaçdırmayın mənası nə deməkdir. Faktiki su buxarı, yəni mütləq rütubətlik faktiki su buxarıdır. Deməli, sənin maksimum doyma həddin 9 qramdır. 9 qramda bizsə 100%-dir ki, sənin 10 dərəcə temperaturunda 9 qram 100%-dir. Havanın hazırda 50%-dir, yəni nisbi rütubətlik. İndi biz burada nə edirik? Mütləq rütubətliyim bərabərdir 9-un 50%-ni tapırıq. Necə tapırıq? 100%-im 9-dursa, x-im də 50-dir. O da necə uşaqlar? 9 100%-dir. Abla X-im mən də çatmıram. 50%-dir. Necə? Başa düşmürəm bunu. Uşaqlar, yenə deyirəm. 9 qram konkret olaraq 100%-dir. Bilirsən ki, 100%-dən 10 dərəcədə temperatur. Çünki oxumursunuz dərsi. Mən sizə vermişdim də, demişdim ki, yadınızda saxlayın. Burada mən o səsi niyə atmışdım? Bax, burada kitabımızda bizim qaydalar var. Haradadır o qaydalarımız? Havanın temperaturu var. Ama siz ne tapdınız 183'te? 83-də 60%. Aha, Bax, kitabımızda qaydalar var ki, 100% olaraq 10 dərəcədə su buxarı 9 qramdır. hali var. 20 dərəcədə 100% 17 qramdır. Bax, bunun hamısı Onu size kitabdan. verirler de muallim. Hə, bunun hamısı kitabdadır. Mən Kaldırır. özümdən demirəm ki. Deməli, ona görə də 9 qramın 100% götürürük. Həmişə belədir. Deməli, 9 100% isə səndə də nisbi rütubətlik 50%-dir. Sənə Oradan 50% da tapmağı istəyir. Yazmışam da bura nəmin. Deməli, 50-ni vurursan Görürəm. 9-a bölürsən 100-ə. Eləyir 4,5. Düzdür? Sən fərqə yazmışsınız, mən niyə görmürəm? 4,5 Görürəm. 4,5 eləyir. Bizə də deməli 4 9-dan nəyə çıxacaq? 4,5-in cavabımız da nə eləyəcək? Elə C variantı. Bilməm, 9-u vururuq 50-yə, sonra vururuq 100-ə, 100-ə. mənlə. 9-u vurdun 50-yə, böldün 100-ə. Aha. Sənin çünki 9-un 100%-dir. 50-nin yoxdur, 50-nin. 9-u vurdun 50-yə, böldün 100-ə. Elə də 4,5. Hı hı. Sonra deməli 9 qramdan da 4,5-i çıxırsan, tapırsan ki, bax səndən birinci mütləq rütubətliyi istədi. Mütləq rütubətliyin 4,50-dir. Çatışmayan su buxarının isə 4,50. 9-dan çıxdın 4,50-ni tapırsan 4,50. Cavabımız eləyir C variantı. İndi 185-i də izah edirəm. Yavaş-yavaş öyrənəcəksiniz də. 185-ə baxırıq. Deməli, temperatur deyir 30 dərəcə olan havanın doyması üçün 30 qram su buxarıdır. Bu da coğrafi qaydadır. 30 dərəcədə 30 qramdır. Yenə bax buradan enirik. 100%-imiz 30 qramdır. Bunu bildik. Bax, bayaq dediyim kimi. Bunun əyni bəyni yoxdur ki, 30 dərəcəni götürüb sərsən 19-20 versin. Bu konkret olaraq belədir.
Deməli, bu temperaturda havanın nisbi rütubəti 36-dır. Deməli, faizi faizin altına yazıram. Bərabər edirəm x-ə. Yəni, burada nə edəcək? 36-nı vururam 30-a bölürəm 100-ə. Elədi 10,8. Düzdür? Hı hı. 10,8. 30 qram deyir də sənə bura 30 qram. Bəli. 30 qramdan da 10,8-i çıxırsan, tapırsan ki, çatışmayan su buxarı 19,2-dir. Cavabımız olur 185-də E bəndi. Bəli. Ay sağ ol. Sonra gəlirəm 186-ya. 186 nədir? Deyir, sxemdə verilən A məntəqəsində saat 12:00-dur. A-da 12:00-dur. Havanın ən aşağı temperatur müşahidə olunacaq məntəqəni müəyyən edin. A-da deyir saat 12:00-dur. Birisi də ən aşağı temperatur da saat 12:00-dan qabaq olmalıdır. Hansı olacaq? A-dan ən çox qabaqda hansıdır? E. Düzdür? Bəli. Cavabımız olacaq E. A variantı. Bəli, E olan A. Mən ən sona getməliyim müəllimə. Bəli, bəli. Məsələn, saat deyir 12:00-dur, günortadır. Biz də bilirik ki, hava soyuq olur günortadan qabaq, yəni səhər saatlarında. Hı. Mhm. Sonra keçirəm digər sualıma baxıram. 187-yə. Deyir saat 11:00-dur A-da. Deyir bu zaman havanın ən yüksək temperaturu. Sən də burada hava getdikcə istiləşir də. 187 cavabımız nə olacaq? Getdikcə bax, yenə deyirəm. 11:00. Günortada hava nə edir? Get-gedə istilənir də. Axşamı götürməyi. Gedib birdən götürərsən eyni. Yox. Günortadan sonra hava istiləşir də. 11:00-dan sonra hava istiləşir. Nə gəlməli idi? Cavabımız isə 7 nə olacaq? Deməli, burada ən sonuncu E bir dənə normalda. Ondan sonra rəqəm yoxdur ki, yox. Deməli, uşaqlar, cavabımız nə olacaq burada? E. Düzdür? Baxın, hava soyuyar deyirsə, arxanı götürürsünüz. Hava istiləşər deyirsə, qabağa götürəcəksiniz. Aydındır? Gəlirəm digər 188-ə. Deyir ki, A nöqtəsinin, deməli biz neçəyə kimi izah verməliyik bunu? 138-ə kimi. Deməli, nöqtəsində deyir, mütləq hündürlük 4250-dir. Burada. Havanın temperaturu müsbət 15 dərəcədir. Kəsmə yüksəklik 500-dür. 1, 2, 3, 4. 4 dənə ara kəsməm var. B nöqtəsinin mütləq hündürlüyünü hesablayın. İndi biz nə edirik uşaqlar burada? Hə, qarşı, nə edəcək? Bəli. A mütləq hündürlüyü 4250-dir. Havanın temperaturu da 15 dərəcə. Birinci mənim 4250-ni arasındakı horizontal 1, 2, 3, 4, 5 dənə. 5 dənə. Birinci başlayırıq 4-ü vuruq 500 eləyir 2000. Ay, Çünki 4 dənə aralıq var. düzdür. 450-dən də 2000-i çıxdıq, qaldı 2250. Hı-hı. Tapdın ki, bunlar arasındakı temperatur fərqi, hündürlük fərqi nə qədərdir? 2250. Sonra nə edirik? Niyə belə oldu ki? Bax, 4 yenə deyirəm. Düz dedin. 4-ü vurdun 500 elədi 2000 metr. 4250 metrdən 2000-in çıxdın. Elədi 2250. Düzdür? Sonra nə edirik? 2000 metrə Hə, 2000. şeytan vuruq da bir dənə də. Hı-hı. Qoysaq da bu sualda alınmır axı. Baxın uşaqlar, sizdən B nöqtəsinin mütləq hündürlüyünü istəyir. Düzdür? Mən olmasa fikirləşək. Hı-hı. 2, 3, 4. 500. Hə, də şeydə 100 metrədə 0,6 azalmır. Hı-hı. Bu da elə bir 20-ni də 0,6-ya vuranda 1,12 eləyir.
15'in üstünə də 12 gələndə 27. Ay sağ ol. Bax, yenə deyirik. Burada. Yəqin ki, başa düşmədilər uşaqlar. Deməli, burada nə edəcəyik? 4 dənə 4 dənə aramız var. 4-ü vurduq 500-ə. Elədi 2000 metr. Bəli, müəllimə. A-nın B arasında 2000 metr fərq var. A-nın qiyməti biz bildik ki, hər 1000 metrə aşağı düşdükcə 6 dərəcə, hər 1000 metrə qalxdıqca 6 dərəcə temperatur aşağı düşür. Yəni, nə edəcəyik? Burada. 2000-ə təzə 6 tənasüb qurulur. metrdə eksi-də müəllimə. 6000-də 6. 1000-də 6-dırsa, 2000-də eksi. Hı -hı. Deməli, 1000-də Bəs 6-dır. 4250-dən 2000-ə çıxmırdıq? Bəli, çıxmalıyıq. Biz Çünki 4250-dən 2500 çıxmalıyıq. 2500-ü niyə? 2500 harda? 5-i 500-ə vurmalıyıq da. Biz horizontala 4 dənə sayırıq. Dayanın, bir dənə uşaqlar 5 tələsməyəyin. Tələsirik ki, fikrimiz yanır. bu dağdı deyə müəllimə. Bütün şeyi 1, sayırıq. Öldəkini də 2, sayırıq. 3, hə, 5 çöldədir. 4. Hə. O gizləni burada 5 görmürük. Hı -hı. Deməli, nə 5 deyir burada? vurduq 5-ə eləyir 2500. 4250-dən də 2500-ü çıxanda eləyir 1750. Hı -hı. Həzin 2500-ümüzdə 2.5 kilometrdə 10.000 dərəcə 6 dərəcə artırsa 2.5 6-ya vuranda eləyir 15. 15-in üstünə də 15 gələndə eləyir 30. Zafət elə 1750 ilə 3.5. Yox, ağasın, yox, düz getmədi. Müəllimə, Bircə, bu şey belə niyə sayırıq ki, biz A-nı da bircə, içərisinə bax, hesab bircə edirik? dəqiqə mən izah verirəm. Yox, düz getmədin. Yenə deyirəm. Bir dənə sakit durun, dinləyin, qulaq asın. Biz xaos yarananda düz getmirik də. Çünki hamımızın fikri bir-birinə qarışır. Deməli, biz burada nə edəcəyik? Yenə deyirəm. A nöqtəsində mütləq hündürlük 4250-dir. Yəni A-da, burada. Bildinmi? Sən bu xətti bilmirsən. Burada nə edirik? Hündürlük fərqini əvvəlcə nə etməliyik biz burada? Yəni, tapırıq ki, B-ni istəyir də bizdən. B-ni tapanda B hardadır? Ətəkdədir. 4 dənə dar, Ağa Hüseyin. 1, 2, Mən 4 dənə ilə mümkün deyil cavab çıxsın 4. orada. Çıxardacağıq da indi. Olsun. Deməli, 4-ü vuracağıq 500-ə. Çünki A deyil axı cavabımız. 4-ü vururuq 500-ə, eləyir 2000. Deməli, e, burada dağ relyefidir. B-də təkdədir. Arada 4 dənə boşluq var. 4-ü vurdum 500 elədi 2000 metr. B-nin hündürlüyünü tapmaq üçün 4250-dən çıxdım 2000-in. Çünki A-m 4250-dir. O da elədi 2250 metr. Yuvarlaq olaraq variantda 2000 metr verilib. Variantlarımızda. Aydındır? Temperaturun da artımı bilirsiniz ki, necə olur? Temperaturumuz neçədir? 15 dərəcədir. Biz nə öyrənmişdik? 1000 metrə 6-dırsa, x-də 15. Düzdür? Hı. Deməli, 60. 15-ə böl. Qoy, burada yardım verək də. 1000 metrə X-də 15. 6-dır müəllimə. Biz neçəyə x eləyəcəyik müəllimə? 15-ə? Demək, A nöqtəsinin. Bircə dəqiqə səbirli olun uşaqlar. Çünki mən tapmaq istəyirəm, fikrim yanır, tapa bilmirəm. Bax, yenə deyirəm. Bax, 4-ü vurduq 500-ə. Elədi nə? Evet. 2000. 2000. Sonra 4250-dən çıxdım 2000. Neçə elədi? 2250. 2250. 2250. Dedi ki, bunun yuvarlıq olaraq yaxındır nəyə? 2000-ə. Bu oldu bizim B-imizin hündürlüyü.
Yəni sən deyir ki, B-dəki havanın, B-nin deyir hündürlüyünü, bir də onun temperaturunu tapın. İndi temperaturunu tapanda biz nə etməliyik? Temperaturunu tapmaq üçün biz bildik ki, A-da temperatur müsbət 15-dirsə, B-nin temperaturu isə x-dir. B-nin hündürlüyünü tapırsan nə? 2000. 1000 metrə 6 dərəcədirsə, deməli 2000-i x kimi götürsək, özünü görüm, ala bilirik. 12. 15-dən də 12-sin. Deməli, 2-dən mənfi 3,5 edir. Deməli, 2250. Sual biraz qarışıq sualdır. 13,5. Все. 15-dən 4. Təxminən burada cavablar biraz mən belə deyim də yaxınlığı qiymətlərlə tapılır. Deməli, Orada temperaturda tapdım səhv əslində ifadə. cavabı mən. Tapdım. Ben sizə deyirəm indi cavabımızı. Baxın uşaqlar. Dedik ki 4250'dir. Bunlar arasında boşlukları saydık 4 dənədir. Biraz qarışıqlıqla tapılır. 4'ü vurdum 500'ə. Elədi 2000. 2250'dən çıxdım 2000'in. Elədi 2250. Yuvarlaq olaraq mən onu götürürəm 2000. 1000 metrə 6 dərəcədirsə, 1000 metrə 6 dərəcədirsə, qeyd edəcəksiniz ki, digərimiz nə idi bizim? 2250. Düzdür? 1000 metrə 6 dərəcədirsə 2250 x-dir. 2250-ni vururam 6-ya bölürəm 1000-ə. Eləyir neçə? 13,5. 13,5-dən də 13,5-dən də 15-in çıxsam eləyir 1,5. Cavabımız olur E bəndi. Aydındır? Sadəcə B-ni yuvarlaq olaraq 2000 götürürük. Sualınız varsa verin, yoxsa keçim digərinə. Geçen müəllimə olsa bir şey var. Və bir şey başa düşmədik deyəndə ki, bəs burada izah ver yaxı səhərdən. Yani müəllimə başa düşməm, mənə çatmadı da. Yəni bəlkə başqası başa düşdü, amma yəni bəlkə Siz də nə yoruldum düşdünüz yəni. qızlar? Rüqayyə sən. Bəli, müəllim. Hə. Hı. Hı. Yaxşı. Demək keçək 189-a. Biraz qarışıq sual idi. 189-a baxırıq, sxemdə veriləndir A məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın aşağı temperaturudur? Deyir ki, sxemə əsasən A məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu aşağı salar? Buyurun görək uşaqlar. Küləklər bilirsiniz ki, yüksək təzyiqdən alçaq təzyiqə doğru əsirlər. Və biz burada nə etməliyik? Deyir ki, sxemdə verilən A məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu aşağı salar? Deyəcəksiniz ki, 4-cü və 6-cı. Nə əsasən? Birinci və dördüncü. Yox. 4-6. 4-6, 4-6. Nə edəcəyik biz burada? Altı. Hı. Siz nə əsasən elə dedim mən? Hı -hı. 36 dərəcə şimal enli, Şimalda bax, bəs onu şimalda 50 dərəcəyə yaxındır bax, axı. diqqətli ol Ağasün. Hə. Burada görsənmi? Biz bilirik ki, aşağıya doğru əsirsə külək. Bax, şimal Ha. yarımkürəsində bilsən ki, ekvatora doğru getdikcə hava nə edir? Demək istəyən ki, Temperatur aşağı düşür. hı. Yəni demək istəyən Hə. ki, şimal yarımkürəsində ekvatora doğru, yəni cənuba getdikdə hava isinir. Qütbə doğru, yəni şimala getdikcə hava soyur. Bəli. Yəni dərəcə artdıqca temperatur azalır. Əgər külək soyuq yerdən isti yerə əsirsə, havanı soyudur, yəni aşağı salır. Məsələn, burada əgər külək isti yerdən soyuq yer əsirsə,
Getdiyi yerdə hava nə edir? İstidir. Məsələn, burada görsənmi? Biz qeyd edəcəyik ki, A 4, məntəqəsində. Hı. 4 ilə 6-da yəni fikirləşdim ki, onlar yüksəkdən şimaldan elə bir cənuba tərəf əsir də 4 ilə 6. Hı -hı. Ona görə küləyin istiqamətindən elə bir mən şeylədim. Bildim hə, ox əsasını deyirsən də sən. Yəni Hə, küləyin oxu, oxlar desin ki, mərkəzdə A da A. A hə, neyir? Kənara doğru əsir. Yəni antisiklondur. bəli. Bizdən isə temperaturu aşağı salan istiqaməti soruşur. Soyudanı. A məntəqəsində 44 dərəcə şimal enliyindədir. Hava özündən daha cənubda yerləşən, yəni daha isti olan məntəqəyə doğru əsəndə, oranın havanı nə edir? Soyudur. Yəni isti havanı soyutmağa təsir edən bunlardır da. İsti hava çünki bizdə aşağıdadır. Ekvatora yaxın olan ərazidə hava istidir. Orada da yuxarıdan hava gələcək, soyudacaq onu. Bildinizmi? Bəli. Məsələn, 190-da deyir ki, B məntəqəsinin əsən küləkdən hansı məntəqələrdə havanın temperaturunu artırar? Burada da yəni cənubdan aşağıdan yuxarıya gedənlər havanın temperaturunu artacaq. 1 ilə 4-də. Çünki bizdə aşağıda temperatur istidir. Əgər yuxarıdan aşağıya doğru hava gəlsə, yəni qütbdən ekvatora doğru hava gəlsə, temperatur aşağı düşür. Yox, ekvatordan qütbə doğru getsə, hava istiləşir. İner. Ona görə 189-da cavabımız Aa. olacaq. B, 190-da olacağımız E variantı. Ben məntiqdir də bu Sual aşağıdan düşə yuxarı bilər. isti aparır, yuxarıdan aşağı soyuq Aysə gətirir o. də. Bax, bu tip düşə bilər sual. Yəni, bunun məncə qəbul tipli sualdır. Yəni, məntiq tələb edir. Məsələn, 191-ə baxaq. 191. Demək, 191-də də uşaqlar, gəlin burada test həll eləyəlim. Deyir ki, A nöqtəsində atmosfer təzyiqi 650-dir. Bax, burada. Kəsmə yüksəkliyi isə 150-dir. Baxıram. 1, 2, 3. Sırazı neynədim? 150-ni vururam nəyə? 150-ni vurdum 3-ə. Sırazı elə 450. Ay sağ ol. Sonra məndən nə istəyir? Deyir ki, B, C nöqtələr arasındakı atmosfer təzyiqi müəyyən edir. A-nı bildin ki, 650-dir. 650'dir. Yazıb da ora Hadi. 650. Hmm. Ay sağ ol. 650. İndi sən burada nə etməlisən? Bunlar arasında kəsmə yüksəkliyi 450-dir. İndi biz burada qaydalara əsasən nə edəcəyik? 650'den 450'ni çıxırır məndən. Yox, məhz 650 sənin civəston təzyiqindir. 450 isə metrdir. Hə. Aha, deməli, nə edirik biz burada? Tapdın ki, A-da A nöqtəsində 650-dir, kəsmə yüksəndə 150-dir. Boşluğun isə 3 dənədir. Vurdu nədir? Metrə çevirilir 450. yəni. Ay sağ ol. Yox, millimetrə çevirəsən. 450 metri millimetrə çevirəsən. Yəni bir dənə sıfır siləsən. Eləcək 45. 45. 650-dən də 45-in çıxan neçə qalır uşaqlar? 650-dən 45-in çıxanda. 605 qalır da. 605. 605. Sonra nə edirik? 605 biz də tapdıq ki 605. Nədə səhv elədik? 191-də. Bircə dəqiqə A nöqtəsindəki atmosfer B ilə C-ni istəyir bizdən. Deməli, A Yəni bizdən B ilə A-nın birinci şeyi tapmalıyıq. Arasındakı fərqi. 2 horizontal da. İçində 150-yə vururuq 300. 300 də 10 metrə bölünür təzyiq fərqini tapmaqdan ümumi ümumi tapdıq aralıqla 30. hesablamaya da bilərik. Düz deyirsən. Hə. Məsəl üçün 650-dən 30 çıxdıq 620. bax bizdən bir B-ni istəyir, bir də C-ni istəyir. Hətta birinci deyirəm B ilə A-ya baxaq, sonra da C ilə A-ya Aha. baxaq. Ümumi getməyək bura. Belə eləsək, deməli, bunlar arasında B ilə C arasında deyirsən də, nə qədər dedim B ilə sən? A-nın. B B-nin ilə arasında A-nın. 1 ilə 2. 150. Bəli. 300 edir o da. Bəli. 300 də 350-ni ona bölək. vuraq Təzyiq 6-ya. fərqini tapaq. Siz mənə deyirəm təzyiq fərqindən gedək də.
Təzyiq Severek fərqinin rahat gelsin. hesabla görə onda yaxşı. Hə, Sən təzyiq dedin. fərqini tapmaqda o tədə 300 metri 10 metrə bölükdə bayaq dediniz. Eləyir 30 millimetr. B nöqtəsində də 650-dir. 650-dən 30 çıxdı, eləyir 620. Təzə S ilə A'ya baxaq. Hündürlük fərqi 150-dir. Təzyiq fərqini də 150-ni ona böləndə eləyir 15. Təzədən 650-nin üstünə də 15 gələndə eləyir 665. 620 ilə 665. 65. Cavabı düz tapırsan. Prosta uşaqlara aydın olmadı axı məncə. Deyim də başdan. Birinci B ilə A'ya baxırıq. B ilə A-nın arasında 2 dənə horizontallı var da, düzdür? Mhm. 300 elədi. Hə, eləyir 300. Təzyiq fərqini də tapanda mən bayaq dedi ki, ona bölürük də. 300 metri elə bil ki, bir dənə sıfır Ona silirsən. bölürük. Elir 30. Hə, belə. Elə eləyir. Təzən B nöqtəsində təzyiq 650 verməyiblər. 650-də ümumi təzyiq. A'dakı 30-da 650. hə 650. B-ndəki təzyiq tapmaqdan ötəri də 30-u çıxırıq, edir 620. 620. Bura kimi aydınsa S ilə A-ya baxaq. Aydındır onlara. Mhm. Hə, hündürlük fərqi 150-də S ilə A-da da. Aha. Arasında 2 dənə boşluq var. Təzyiq fərqini tapanda buradan ağarırıq. 0-ın 30 birini dedim. sildik. Mhm. Yəni 30 Eləyir sağ. 15. Mhm. 30 nə? Burada Yəni A'nın o B arasında 2 dənə boşluq var da, düzdür? Mən 200, onu 300-dən də heç gələ bilər. baxmadım. Mən eləcə promo təzyiq fərqinə baxıram onu. Ha. Onsuz da verib də bizə təzyiq fərqini. 150-ni də bir dənə sıfırın siləndə eləyir 15. 650-ni də 15 üstünə gələndə eləyir 665. Aydındır. İndi orada niyə Aa, siz burada topladıq? Çünki birində S hündürdədir, birində Asıl, hə, alçaqdadır. düzdür. Çünki B-də olsa yüksəkdədirsə aşağı olacaq da qiymət. Nəsə demək yəni istəyirsən A ilə B? C arasında bir dənə ara kəsmə var idi. 150, 150-dən də bir dənə Asıl. 0 istəyəndə 15. Mhm. 15-dən də 650-nin üstünə gəldi 15-i, elə də 65. 665. Hı. Aydın olur. Qay, nə demək istəyirdin? Xeyr, müəllimə başa düşdüm. Mhm. 192-ci sualımıza da baxağın. Bu tip sual da düşüb qəbula səhv eləmirəmsə 192 oxşar. Deməli 192-də nə edəcəyik? Burada baxırıq ki, A-mız 650-dədir, B-miz də 350-dədir. Bunlar arasındakı 650-dən çıxasınız 350-ni. O deyəcək 300. 300-ü də metrə çevirəndə arxasına bir dənə sıfır atırsan. Elə 3000. Düzdür? 1000 metrə 6 Ay dərəcə sağ ol. aşağı 1000 düşür. metrə alt dərəcədirsə 3000 metrə x-dir. O deyəcək 18 dərəcə. Cavabımız olur A bəndi. Rahat sualdır. Bu. Deməli, gələk 193-də eynidir. Burada isə bizdən nə istəyir? A-mız 30-dur, B-miz də 10-dur. 30 ilə 10 arasındakı fərqi tapıram. Eləyir 20. 20 1000 dərəcə. metrə alt dərəcədirsə 1000 metrə alt dərəcədirsə 20-də x. 20-yi vururam 1000-ə, bölürəm 6-ya. B 10-dur, yoxsa 0-dır müəllimə? A, Görünmür. 0-dır. Mən də 10 deyirəm ona. Mən də Deməli, onu kimi gördüm. 30-dan çıxdıq 0-ın elədi 30. Düzdür? 1000 metrə, neçə dəqiqə? 1000 metrə 6-dırsa 30-a da x. O da elədi 5000. Düzdür uşaqlar? 5000, 5000-də metrin də arxasına bir dənə 0 siləndə təzyiq olur da 500 mm civəsuna. Cavabımız 193-də nə olur? A bəndə. 194-ə baxaq. Vaxtımız az qalıb, ona görə tez izah edirəm. 194-ə baxırıq yenə. B-miz 2000-dir. Düzdür? A-mız da 500-dür. 2000-dən 500 arasındakı fərqi tapırıq. Eləyir nə? 1500. 1500-ü də millimetrə çevirəndə bir dənə 0 silinir. Qalır 150. Deməli, 1500 metr, 1000 metrə 6-dırsa, 1500 metrə x-dir. 1500-ü vururam 6-ya, bölürəm 1000-ə. Eləyir 9. Cavabımız olur 194-də D variantı. 195-ə baxaq. Deyir, sxemə əsasən atmosfer təzyiqinin ən az, sutkal temperaturunun isə ən yüksək olduğu məntəqə. Burada hansı olar sizcə? Sutkal temperaturun ən yüksək olduğu məntəqə bilirsiniz, ən isti məntəqəmizdir. Dəniz səviyyəsinə yaxın götürürük, yoxsa uzaq?
Biz sizdə uşaqlar, bax, təzyiq yüksəkdirsə, məsələn, biz bir ki, qalxan hava alçaq təzyiq olur. Düzdür? Su Yəni tutma onda temperaturda biri da götürür, aysa biri enin götürür. havada. Enin havadırsa, bəli, təzyiq yüksək olmaz. Bir olacaq. Sonra gəlirəm 196-ya baxıram. 196 da bizə deyir ki, sxemdə kəsmə yüksəkliyi 100 metr olarsa, hansı məntəqə arasında temperatur fərqi 24 dərəcə olar? İndi biz burada nə edəcəyik? Kəsmə yüksəkliyi 1000 metr olarsa, hansı məntəqə arasında temperatur fərqi 24 dərəcə olar? 1000-i 6-ya 24-ü də qısa eləyirik. Sonra 24-ü 6-ya vurun. Bəli. Yox, böl. Deməli, 1000 metrdə 6-dır deyirsən. 24'te de x'tir. O da deyir 24'e 4000 bölü metr. millərə. 4000 Yəni metrdə burada baxırıq ki, hansı 4 dənə ara olmalıdır aralarında. Deməli, 196 cavabımız nə olmalıdır? 1, 2, 3, 4. A-nın E olacaq. Aydındır? Yenə deyirəm. 1000 metrə 6 dərəcədir. X-mədə 24 dərəcədir. 24-ü vuran 1000-ə böləm 6-ya eləyir 4000 metr. Burada baxırsınız ki, 4000 metrlə də 1000-i bölürsən eləyir 4. 4 dənə ara olanı tapmalısan. A-la da N arasında 4 dənə ara var. 1, 2, 3, 4. Cavabımız oldu D. 197-yə baxaq. Burada da asandır bu. E, deməli, bu nədir? Tərs mütənasibin qaydasıdır bu. Havanın temperaturu istiləşəndə buxarlanma neyniyəcək? Artacaq da uşaqlar, hə? Havanın temperaturunda buxarlanma artır. İndi bizdən tərs mütənasib istəyir. Tərs mütənasib təbii ki, biz bax bilirik ki, düz mütənasibin işarəsi budur. Düzdür uşaqlar? Mhm. Bu düz mütənasibdir. Bu nədir? Tərs mütənasibdir. Bir dənə baxın burada 5, 10. Deməli. Hə. İndi burada nə edəcəyik? Havanın temperaturu istiləşəndə nisbi rütubətlik nə edir? Azalır. Çünki nisbi rütubətlik yağıntılı havada olur. Əgər hava istidirsə, o nisbi rütubətlik çox ola bilməz. Cavabımız 197 olacaq C bəndə. Aydındır? İsti havada nisbi rütubətlik çox olmur. Nisbi rütubətlik yağıntının olduğu yerdə olur. 198-ə baxaq. Deməli, bizə 198-ə kimi lazım idi? Deməli, 198-ci suala baxanda nə edəcəyik burada? Dağın zirvəsində havanın temperaturu 6,5-dir. Yəni, burada. Kəsmə yüksəkliyi isə 250 metr olduğunu nəzərə alaraq A məntəqəsində havanın temperaturunu hesablayın. 1, 2, 3, 4, 5. 5 dənə nə var? Boşluq var. Deməli, nə edəcəyik belə məsələlərdə? 250-ni vuracam nəyə? 5-ə, uşaqlar. 250-ni vurdum 5-ə, neçə eləyir? Deməli, 250-ni vurduq 5-ə, elədi 250. Deməli, burada 1250, sonra 3600. 3600-dən, yəni zirvəmizdən də çıxıram 1250-ni, elədi 2350 metr. Mənim sizin ağardınız birinci. Bax, boşluqlar var ya burada. 1, 2, 3, 4, 5 dənə boşluq var. 5-i vurdum 250-yə. Elədim 1250. 3600-dən də 1250-ni çıxdım, elədi 2350. Deməli, 1250 metrə 6 dərəcədirsə, 1000 metrə də x-dir. 1000 metr Bəli. 6-dırsa, 2250 metrə də x-dir. O da neçə eləyir? 1250-nin x-dir, 1000 metrimdə 6-dır. Deməli, 1250-ni vururam 6-ya, bölürəm 1000-ə. Elədi 7,5. Mənfi 6,5-dən də üstünə 7,5 gələndə neçə eləyir? 1 eləyir də.